Dedi, Həbibi ya Hüseyin, Həbibi ya Hüseyin. 3 dəfə çağırdı. Ay mənim istəylim Hüseyin, ay mənim sevdiyim Hüseyin. Cavab vermədi. Dedi ki, dost dosta cavab verməz Hüseyin. Mən səni çağırıram, cavab vermirsən. Sonra ağlaya-ağlaya özü-özünə cavab verdi. Dedi, necə cavab verəsən ki, baş bədəndə deyil, başın bədənindən ayrılıb. Ondan sonra belə söz dedi. Dedi ki, özünüz bilirsiniz ki, Allah da şahiddir ki, sizlə şərikəm. Kərbəla şəhidləri ilə mən də şərikəm. Mən də sizinlə eyni feyzə çatacam. Yanımdakı dedi, bu nə sözdür? Onlar döyüşüb, sən evində oturmuşsan, deyirsən, mən də sizinlə şərikəm. Dedi ki, mən bədənim, cismim imkan vermədi. Mən qoca kişiyəm, döyüşə gedənmədim. Amma gözümün nuru olan Peyğəmbərdən eşitmişəm ki, kim bir dəstə ilə eyni fikirdə olsa, onunla gələcək məhşərə. Kim bugün İmam Hüseynlə eyni fikirdədirsə, onunla gələcək. Bugün biz yerimizi müəyyən edirik. Kim bugün İmam Hüseyni lağa qoyur, İmam Hüseynlə düz gəlmirsə, əks tərəfdə qiyamətdə gələcək məhşərə. İmam Hüseyn lağa qoyulası adam deyil. İmam Hüseyn dəyər veriləsi adamdır. Bu millətin, bu xalqın dəyəridir. Bəşəriyyətin dəyəridir. Mən hərdən yazığım gəlir, ürəyimdə deyirəm, yazıqsan İmam Hüseynlə işin olmasın. Hər şeyi başa düşmək olar, İmam Hüseynlə işin olmasın. Bu dəyərdir, bu bir əzəmətdir, Allahın bir lütfüdür.